Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artırılması ilə bağlı son məlumatları çatdıracağıq. 220 manat yaşa görə verilən pensiyanın, əlilliyə görə verilən pensiyanın, əmək pensiyalarının artırılması ilə bağlı ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, Azərbaycanda pensiyaların artırılması ilə bağlı növbəti yeni məlumatları sizlərlə bölüşəcəm. Pensiyaların artımı ilə bağlı əmək pensiyalarının, sosial müavinətlər, təqaüdlər, əlillik pensiyaları və 220 manat yaşa görə verilən sosial müavinətin artımı ilə bağlı yeni məlumatlar var. Qeyd edim ki, hörmətli izləyicilər, Azərbaycanda 220 manat yaşa görə verilən sosial pensiyanın, yəni yaşa görə verilən sosial müavinətin artımı növbəti aylara təsadüf edəcək. Hörmətli izləyicilər, artıq bununla bağlı Vüqar Bayramov da millət vəkili bir sıra açıqlamalar verib və 220 manat yaşa görə verilən sosial müavinətin artırılması ilə bağlı bir çox təkliflər var. Milli Məclisdə bu gün də keçirilən iclas zamanı 220 manat yaşa görə verilən sosial müavinətin artımı ilə bağlı bəzi təkliflər irəli sürülüb. Bu təkliflərdən biri yaşa görə verilən 220 manat sosial müavinətin 50 manat miqdarında artırılmasıdır. Hazırki rəqəm 220 manatdır. Yaşa görə verilən sosial müavinətin hazırki məbləği 220 manat təşkil edir. Əgər 50 manat artım olarsa, bu rəqəm 270 manata çatdırıla bilər. Bir digər təklif isə yaşa görə verilən sosial müavinətin 30 manat artırılaraq 250 manata çatdırılmasıdır. Sosial pensiya və əmək pensiyası alan vətəndaşlarımıza bir sıra güzəştlər tətbiq oluna bilər. Bu güzəştlər isə marketlər şəbəkəsində, restoranlarda, mağazalarda və digər ictimai yaşayış obyektlərində bəzi güzəştlərin və endirimlərin tətbiq olunmasıdır. Bununla bağlı artıq müzakirələr aparılır. Sosial pensiyanın artırılması və sosial pensiyalanların və əmək pensiyası alanların bu güzəştlərlə təmin olunması, endirimlərlə təmin olunması müzakirə olunur, hörmətli izləyicilər. Əgər qərar qəbul olunarsa, sosial pensiya və əmək pensiyası alan vətəndaşlarımız marketlərdə alış-veriş edərkən, hər hansı bir mağazada alış-veriş edərkən və ya hər hansı bir restoranda yemək yeyərkən xüsusi endirimlər alacaq və bununla bağlı da müzakirələr hazırda aparılır, hörmətli izləyicilər. Digər pensiyalardan isə əmək pensiyalarında əmək pensiyalarının minimum məbləği 320 manat artırıla bilər. Bununla bağlı artım rəqəmi 30 manat təşkil edir və bu da yaxın müddət ərzində təbii ki, rəsmi qərar olaraq açıqlanacaq. Qeyd edim ki, əmək pensiyalarının növbəti il üzrə indeksləşdirilmə faizi 10,3% ola bilər. Yəni bu ilki faiz dərəcəsindən 1% təxmini daha çox ola bilər. Bu ilki faiz dərəcəsi bilirsiniz ki, 9,3% idi. Bu da yanvar-fevral aylarında artımlarla bir yerdə verilmişdi və qeyd edim ki, hörmətli izləyicilər,